Assalamu alaikum değerli izleyiciler. Bu günlərim sizi Biləcəri meydandan, yəni Biləcəri ploştdan salamlayıram qardaşlar. Bu günlərim jackpot əli yanında bir dənə sizə torpaq və ev çıxartmışam. Torpağı alana evi hədiyyə. Qardaşım, deməli ev belə qardaş kamera çəkən qardaş ehtiyatlı ol. Belə keçək. Qardaşlar, deməli Allahın izniyle inşallah ki torpağımızda ağaçlar, çoxlu ağaçlarımız var. Bax, bir dənə çək qardaş. Çoxlu ağaçlarımız var. Torpaqlı. Qardaşım, torpağımız 5 sot, 6 sota yaxındır. 5 sot yarımdan çoxdur, 6 sota yaxındır. Burada. Gəl qardaşım, gəl. Belə gəl, zəhmət olmazsa. Bir də çəkə gəl qardaş. Qardaşım, jackpot söhbət eləyirəm. Qoz ağacları. Qoz ağacımızdan belə var. Jackpot söhbət eləmək. Olduğumuz ərazidə qardaşım, torpağın bir sotu 35 mindən aşağı yoxdur. 35 mindən aşağı yoxdur. Qardaşınız sizə bir dənə jackpot qiyməti vardır. Gəl qardaş, hələ çək. Gəl gedək. Bir dənə əraziyə baxın, ağaçlığa baxın qardaş. Baxın əziz qardaşlar, burada torpaq qutarır. Yəni beləsi 5 lotdur. Burada torpaq qutarır. Buradan o tərəfə köhnə tikili bir dənə ev başlayır. Və evin içində 3 dənə yataq otağı, bir dənə zal, sanuzeli, nə bilim, hər bir şey vardı, amma köhnə tikilidir qardaşım. Qədimi vaxtdan tikilmə bir evdir. Yəni bunu istəsəniz ev kimi istifadə eləmək olar. İstəsəniz qardaşım, canım sizə desin, nə bilim, burada bir villa tiksəniz qardaş. Bax bu boyda ərazidə. Bir dənə villa tiksəniz qardaşlar, villa tiksəniz. Buranı da misal üçün axran evi kimi də eləmək olar. Və yaxud da köçürdük, əməli başlı yekə bir ərazidə eləmək olar. Bir dənə ev də göstərək qardaşım. Ehtiyatlı ol qadar. Bir dənə ev sahibləri də üzü düşməsin. Hə, bir dənə qardaşım. Bir dənə hamam qovşağının birinci buradan çək qardaşım. Bir dənə buradan belə çək. Bax bu həyətdə olan hamamımız. Bura Burada sanızın. sanuzəlimiz bir dənə göstər qardaş. Qardaşım, indi keçək bir dənə ev zəhmət olmasa çəkək. Bir dənə ev çəkək. Bax bura qaqam, görsən. Buranı köçürtmək də olar, buranı uçurtmaq da olar. Bax otağın bu da biri. Köhnə tikilidir da qardaşım. Köhnə tikilidir. Bura otağın ikincisi. Keçsən zəhmət olmasa. 30-cu ildə tikilib ev, onu da qeyd eləyək. Yəni buranı restavrasiya eləyib. Yəni belə deyir, köməkçi evi kimi də eləmək olar. Bu tərəfdə də kuxunamızdır, bir dənə də Bir dənə bu otağımızdır. otaq buradadır. Bir dənə üzrü siz belə keçin. Hə. Yəni belə köhnə tikili evdir. Bax, köhnə tikili evdir. Köhnə tikili evdir. Yəni restavrasiya eləyib qarolçu evi kimi, qarolçu otağı kimi də vermək olar və yaxud da ki, lap belə bu dəqiqə alıb, yüngül əl gəzdirib kiraya da vermək olar. Qardaşım, torpaq da qalıb. Qardaşlar, bilirsiniz neçəyə? Deyirəm, bax, bu boyda ərazini, bu boyda torpağı. Qardaşınız sizə bizdən neçə çıxardır? 120 min manata bırak. 120 min manata bırak. Yəni, o... Bir də bundan o tərəfi yoxdur. Jackpot dediyin elə budur. Jackpot dediyin elə budur, qardaşım. Gəl də, buyur, əlaqə nömrələrimiz də var, rəhmət olmasa, buyurun, əlaqə saxlayın. İndi onu da qeyd eləyək ki, qardaşlar, hardasa 6 sota yaxın torpaqdır. Yəni evi lap belə bugünkü gündə al, sök, nə istsən elə də, yəni sadəcə torpağın bugünkü gündə qiymətini hesablasaq 30-35 mindən, 30 mindən deyək, hesablasınız. Biləcərdin tam mərkəzidir ya, yəni deyirik, gələcəksiniz, görəcəksiniz də özünüzdə, şahidi olacaqsınız. Əsas yolla arası 50 metr olar ya olmaz. Tam mərkəzi 100 illik bir tikili, 100 illik yaşayış sahəsi. Tam mərkəzi qardaşım 30 mindən hesablasıq 6 sotu 180 min pul eləyir. Biz isə heç yanda olmayan qiymətlə gəlmişik. Biləcərinin qırağında bu dəqiqə 20 mindir torpağın sotu. Biz oturup hesablasak 20 bindən veririk sizə sotun. 120 min manata. Heç yanda bu qiymət yoxdur qardaş. İstəyirsən yenə də deyirəm buranı sök.
Torpaqda yenidən də tikinti işləri yapar, istəsən Yəni daha qardaşım, bir dənə acınız bir sotunu hesablayanda 35 mindən hesablayanda qardaşım, 6 sot torpaqdır. Az deyil qardaşım. 6 sot torpaq da az deyil. İnşallah ki nə qədər puldur qızım. İnşallah buyurun əlaqə saxlayın qardaşlar.